baş verənlər, hadisələr xronologiyasını ki, siz doğru olaraq sadaladınız, bunlar nəticələrdir. Gözlə görünən nəticələrdir. Səbəblər daha dərindir də. Biz barışmışdıq axı prinsipcə. Yəni Yenə də barışmışıq hətta. Belə düşmənçilik deyil. Görüşdülər, bir-birinə sənəd verdilər məsələn. Siz Rusiyada bəlli bir kəsim var ki, həm Xaricilər Nazirliyində, həm ordunun, həm xüsusi xidmət orqanlarının içində bəlli bir kəsim var ki, necə İranda var, orada da var da, ona görə deyirəm, çox bəlli, bir-birlərinə bənzəyirlər. Onlar düşünür ki, biz bax Ukraynada 4 ildir, 4 ilə nə qaldı? Bir həftə qaldı. Çox az müddət qaldı da, dəhşətdir. Yəni biz 4 ildir, başımızı divara vura-vura, bir kənd burada, 2 qəsəbə orada alırıq, burada dünyanı bölüşdürürlər. Trump gedir Maduranı uğurlayır, gətirir. Cənubi Qafqaz əlimizdən çıxır. İranın bugün sabah məsələsi həll olunacaq. Hindistan güya bizim yanımızdaydı, indi ayıldıq ki, Amerika ilə də anlaşdı. Merz getmişdi, indi Macron oradadır dünəndən. Yəni Avropa ilə yaxınlaşır. Çin özünü ağıllı meymun kimi aparır, ağacın başında gözləyir ki, biz orada özümüz bir-birimizi qırırıq. Bizə də dron satır, Ukraynaya da dron satır. Silah bizə də verir onlar. Bizim də resurslarımızı 36 dollara bizdən neft alır, dünyada 70 dollara olan vaxtı nefti. Yəni belə bir kəsim var. Onlar düşünürlər ki, Cənubi Qafqaz stratejidir də, yəni bu Pyotrdan bəri strateji bir istiqamətlərdən biridir Rus imperiyası. Biz onu itirdik. Yaxşı, niyə itirdik? İndi oturub analiz edirlər. Niyə itirdik? Ona görə itirdik ki, tək başımız qarışmadı burada, o da var. Amma həm də Türkiyə ilə Azərbaycan həddindən artıq ağıllı oyun qura bildilər. Ciddi oyun qurdular. Yavaş-yavaş, addım-addım Gürcüstanda biznesi, iqtisadi sahəni, sonra Azərbaycanla yaxınlaşma, indi Ermənistanla sərhədlərin açılması yavaş. Bunu bizim əlimizdən çıxartdılar. Bunun sancısı elə bilirsiniz az olacaq. Yox, bu sancılar davam eləyəcək. Həm də bizi başqa şeyə görə, həmin o kəsim bizi gözlərində başqa şeyə görə şeytanlaşdırır. Deyir, Orta Asiyanın da saqqızını bunlara uğurlayır. Mərkəzi Asiyada. Türk dövlətləri birliyi qururlar, Türkiyə ilə körpü rolunu oynayırlar. Hətta Amerika Birləşmiş Ştatları beşlik, Orta Asiya Respublikaları, Mərkəzi Asiya Respublikaları və yaxud da Avropa Birliyi o beşlik. Onların bütün danışıqlarında Azərbaycan körpü kimi nəzərdə tutulur. Biz Amerika Birləşmiş Ştatları danışdı da, Trump'ın ofisində görüş oldu. Orta Asiya Respublikalarının prezidentləri ilə. Bütün sənədlərə baxırsan, onların imzaladığı sənədlər, istəyir nüvə texnologiyaları olsun, nə bilim, uranla bağlı, neft, qaz, nadir metallar, hamısının daşınma koridoru Azərbaycandır. Yəni, çıxartdın orada, tutalım uranı. Neyniyəcəksən ki, onu daşıya bilmirsənsə? Neft çıxartdın, daşıya bilmirsənsə, neyniyəcəksən? Onu Çin gəlib aparacaq da uzaqbaş. Ona görə də bu strategiyanın açar ölkəsi, körpü rolunda olan ölkəsi Azərbaycan olduğuna görə Rusiya bundan dəhşətli dərəcədə qıcıq olur. Deyinə mi davam edəcək və yaxud da söz savaşı formasında mı, yoxsa biz bu yaralı Rus sayəsindən daha aqressiv addımlar gözləməliyik mi indiki mərhələdə? Məncə biraz da şişirtməməliyik, amma belə deyək də ehtiyatı da əldən buraxmamalıyıq. Təyyarəmizi vurmuş bir tərəfdən söhbət edir, şişirtmək biraz nə mənada şişirtmək? Təhlükənin, yəni bəziləri də deyirlər hücum eləyəcək, Xəzərdən gələcək, nə bilim Dağıstandan gələcək. Mən elə düşünmürəm açıq. Birincisi ona görə düşünmürəm ki, Azərbaycan dövləti anti-Rusiya deyil. Pro-Rusiya da deyil. Normal qonşuluq münasibət istəyirik də, bizə hörmət elə, mən də sənə hörmət eləyim. Ticarətli, gəl ticarət eləyək.